Bu qədər. Mehman, Mehman, bir dənə buna baxarıq, bu Mirzəli yaman aşıb coşubdur. Bir dənə nəsə elə bizim mövzuya aid bir mövzu da elə bil ki, Məhəmməd Mirzəli. Bax, bu yaxından Məhəmməd Mirzəli ilə efirə çıxmaq istəyirdim. Görək danışacağım sonra. Dəfələrlə sizə məmurların uğraşdığı haqqında məlumat vermişəm. Amma bugün verəcəyim məlumat sizləri topa salacaq. İnanmırsınız? O zaman ekrana yaxın oturun. Öz gəlini Qaren Əli Nağıyevəsində kimdir? Əli müəllimin uğraşdığı haqqında 7 gün, 7 gecə danışsaq bitib tükənməz. Bugün sizlərə daha çox məlumat verəcəyəm. Belə ki, hakimiyyət daxilindən DTX rəhbərinə qarşılanan kanalların bildirdiyinə görə Əli Nağıyev uzun müddətdir öz gəlini oğlu İlqar Nağıyev arvadı ilə cinsiyyət keçirir. Uzun müddət Nağıyevə seks törə edən gəlini bu ilin əvvəllərində ölkəni tərk etmək istəsə də hava limanından geri qaytarılıb. Əli müəllim gəlininə ölkəni tərk etməmək qadağası qoyub. Nağıyev gəlinə bağlı hədiyyələr, dəbdəbəli villalar və obyektlər verib və verməyə davam edir. Nağıyevin gəlinə verdiyi ən son hədiyyəsi Qəbələ dairəsində yerləşən Bakuman ticarət mərkəzidir. Həmin ticarət mərkəzini o, gəlinin ad günündə hədiyyə edib. Hakimiyyət daxilindən verilən məlumatda deyilir ki, Əli Nağıyevin oğlu impotentdir. O dəfələrlə İsrailin Təl-Əviv şəhərində müalicə olunsa da impotentliyi aradan qalxmayıb. Biz hər şeyi olduğu kimi, şişirtmədən, yalan lavr etmədən deyirik. Əli Nağıyevin oğluna qalaboy da deyə bilərdik. Amma bu belə deyil. Nə var onu deyirik. Nağıyevin oğlu impotentdir və müalicə almağa davam edir. Əli Nağıyev isə gəlini ilə cinsi əlaqələrə. Əslində Əli Nağıyev haqqında eşitdikləriniz sizi yəqin ki, təəccübləndirmədi. Bu adam Azərbaycan siyasətinə əxlaqsızlığın, vicdansızlığın yeni formasını gətirib. Belə əxlaq yiyəsi təbii ki, gəlini də zorlayar, anasını da, hətta qızını da. Xəbərin ardı var. Məhəmməd Mirzəli. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, bəzi adamlara belə qəribə gəlir, elə bilir ki, biz yalan deyirik. Ay, dünya darmadağın olur. Trump, İlham Əliyev, Elon Musk, Epsteinlə dostluğu, uşaq kəsib yemələri, uşaq qanı içmələri, qızıl kadəhləri, dünya deyir, bunu məhkəmə İlhama buna görə cinayət çıxartdılar. Ay millət, seks zad qalsın qağı, uşaq, o videolar var, o göstərirlər, hələ ki, Trump'ınkini göstərirlər. Onlar hamısı doğru videolardır. Ay siz, İlham Əliyevin oldu, bax, Heydərin mıxı durmur, İlham gəlininə basır. Elə seksual gəlini dünyanın porno olduğudur ya ona. Onun bir seksinə siz baxın. Ay, o biz nədir? Nə qədər porno izləyirsinizsə seks, onun kimi seks izləyənməzsiniz. Belə adamlara biz nə qədər pul da verirlər seksə çəkilmək üçün? Hə, Mehman? Ha, deməli biz cənnətli adamıq ha. Biz cənnətli adamıq. Deməli mənə Elşad yazıb ki, qaqa, şəkli mənə də at, axşam bazlıq eləyəcəm. Ay, biz cənnətli, vallahi sənin yerin cənnət. Elşad. Sənin yerin cənnətdir. Ana qoşun. Ana. Sənin yerin cənnətdir. Vallahi billahi cənnətdir. Tək herkes keyf eləsin. Mehman, baba, sağ bir şey deyim də, sağ bir şey deyim. Mən açıq deyim, qəhbəlik eləyən əsas mənə qarşı qəhbəlikdən gedir. Eyni zamanda blog eləyən əksəriyyətinə qarşı qəhbəlik eləyən kimdir? Əsas iki şəxsdir. İki şəxs. Ay, o Kamran zaten çuma. Kamran Əliyevin vəzifəsi ən lotu deyə boy vəzifədir. İlhamdan başqa hamının qabağında diz atmalıdır, o elə bir vəzifədir. Amma də xeyri yoxdur. Kamran çumodur. Baş prokuror yəni çumodur. Deməli, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. İndi məsələ nədir? Əli Nağıyev və nədir o? Murtuzun oğlu Fuad Ələsgərov. Mənə cinayət qaldıran odur. Uzaqdan uzağa simsarımız deyil, qohumuz deyil. Qohumuz deyil, hələ mənə bir xəbər göndərmişlər ki, Nəsir Köçdə o tərəfdə, Murtuzun oğlunla işin olmasın. Həmən Nəsir Köç dinləyənəm mən. Hər nəysə, indi Murtuzun oğlu mənə pisliyib cinayət qaldırır. Mən, hamı bilir də mənim izləyicilərim. Mən hər zaman Əli Nağıyevə başqalarına baxanda ona hörmət edirdim, ona saygı göstərirdim, ona nə bilim, vallahi elə idim, hələ məni qınayanlar çox idi. Mən neynədim ki, siz bu müxalifətə ən əsasda mənə qarşı bu zərbələri vurursunuz? Və bilmirsiniz, deyək ki, İlham oradadır, Kayık sizdədir, hökumət sizindir, Devran sizindir, Allah sizsiniz. Özünüzü Allah hesab edirsiniz. Yaxşı, sabah İran batmadı, İlham batdı, Netanyahu batdı, Trump batdı. Yaxud İlham, nə olur olsun, axı İlhamın sonudur da, bu hiss olunur da. İlham gedəndə nə olacaq? Axırın sana gedəcək. Sonra Mehman fil daşlarından qaymayacaq mı sizi? Mehman qayracaqsa, nə tədir? 100%, 100%. Tamam, mən qaydığımı qayırmışam, amma narahat olan adamlar İlham Əliyev olmalıdır, Əli Nağıyev olmalıdır. Çünki onları bu xalq əff eləməyəcək. Ola bilsin ki, hansısa icra başçısını, hansısa deputatı bu xalq bağışlayar. Amma Əli Nağıyevdir, Vilayət Eyvazovdur, İlham Əliyevdir. Xalq sizin götünüzü sikəcək. Bunu 100%'dir. 100% azadlıq meydanında mən buna tam əminəm. O gün uzaqda deyil, o günə çox az qalıb. İlham Əliyev. Bax sən, nə qədər ki, Rəşad Əliyevlər kimi, o Peysər başqa Peysər də var. Kamran nə idi? Razmavarsik. Allah toxum anasını razmalı. Bax, belə Peysərləri ortaya çıxardacaqsan, biz görürsən ki, Rəşadın arvadını qayırmamışıq. Biz Əli Nağıyevin qızını ortaya qoyduq, Əli Nağıyevin qohumlarını ortaya qoyduq. Sabah bu davam eləsə, Qabil Məmmədov dedi ki, Əli Nağıyevin ölmüş anasının ruhunu sikəcəkdir. Bu dəhşətli bir şeydir. Vallahi eləyəcəm, vallahi eləyəcəm. Vallahi billah deyirəm. Valla bax, sizə bir şey deyim. Deməli, bu kimdir? Əli Nağıyevin avukat qızı. Ünlü. Əli Nağıyevin avukat qızı da deyil. Var ya, bilmirəm, bunu gərək dəqiqləşdirək Mehman.
Bu onun avukat qızıdırmı, bu yoxsa həmən odurmu, nədir bilmirəm. Yox, Yəni, onu bilmirəm. Ali Nağıyevin avukat qızı. Bunu hələ ki bilmək olmaz, bunu dəqiqləşdirərik. Bu onun avukat qızıdırmı, ya qızıdır, bunu dəqiqləşdirərik. Bunu Mirzəli bilir, belə işlərlə Məhəmməd Mirzəli məşğul. Amma indi mən bax buradan Mehman, indi adamın abru həyası olaraq, şəxsən mən kimsə məni belə söysəydi, mən onun ona görə İlhamın arvadı qızı şeyimi çıxardıb ağzına qoymuş olsaydım, ay o adam şoka düşərdi, o adam dəhşətə düşərdi, o adam videonu silərdi, o adam nələr eləyərdi. Bu bax, qozuna da böyük. Demək ki, buna göstəriş verən var da. Demək ki, buna göstəriş verən var da. Demək ki, bunu Rəşad Əliyevi, bu səhifənin sahibi, Lənkəranda yapın aparıcı üzvü. Demək ki, buna deyirlər ki, qaqa bir sən nə var, İlhamın ağzına soxmaya, bizdikdir. İndi Əli Nağıyev, sabah sənin burada, axşam burada arvadının Ölmüş anası, ölmüş ananın, bax sənin, Zərifə Əliyeva, İlhamın anası, Aida İmamquliyeva, Mehribanın anası və Əli Nağıyev, sənin ananın ağzına, Cənnət xanımın ağzına, bax burada verməsəm, sənin mıxım olsun mənim ağzıma. Bunu deyəcəm, bunu. Bax o arvadın ağzına verməsəm, bax burada yenə də şalvarımı aşağı eləyəcəm. Tursikdə bax bu boyda mıxım qalacaq. Eləməsəm sənin mıxın olsun mənim ağzıma, Əli Nağıyev. Yaxşımı? Yaxşı Əli Nağıyev. Bax razılaşdıraq, danışdıq. Sən onun tədbirini görüm o Rəşadın. Mənim övüşdə oxuyan uşağımı söysün, batırsın, nələr eləsin. Gör indi sənin bax bu qoca Cənnət xanım var, Cənnət. Onun ağzını elə verəcəm ki, o bir dünyada cənnətə düşəcək. Bax oxuram ki, sən bunun ağzını o qədər verəsən ki, bu Cənnət xanım cəhənnəmə düşər. Hə. Hədə budur da, şey atdı da, Rəşad. Mehman, qadan alayım. Mən bütün Nastiriyem çorlandı. Sən bu tərəfdən deyirsən ki, bəs İlham müharibə eləyir, ona sərf eləyir, Alyona, sən işə bu kontekstdən yanaşsan. Amma bəzilərdə biz də düşünürük ki, sən elə İlhamı müharibəyə soxmaq üçün o videoları göstərirsən. Gözə başıza. Göstərməyəcəm. Mən neyim axı, qardaş? Göstərmirəm, pis oluram. Göstərmirəm, pis oluram. Mən neyim?